İsrail-İran münaqişəsinə görə xaricdən sifariş edilən avtomobillər gecikir. Bu barədə məlumatı Xəzər xəbəri avtomobil satışı üzrə ekspert Eldəniz Cəfərov verib. Ekspert deyir ki, Birləşmiş Ərəb Əmirliyindən, xüsusilə də Dubaydan Azərbaycana gətirilən avtomobillər əsasən İran ərazisindən keçməklə ölkəyə daşınır. Qonşu ölkədə baş verən hadisənin fonunda həmin nəqliyyat vasitələrinin Azərbaycana gətirilməsində ləngimə var. Hal-hazırki vəziyyətdə həmin ərazidən gətirilən maşınlarla bağlı müəyyən risklər mövcuddur. Bu birbaşa olaraq həmin gətirilən avtomobillərin təhlükəsi ilə bağlı da ola bilər, maşınların gəlib ölkəmizə çatmaması ilə də bağlı ola bilər. Ona görə də təklif olunur ki, alternativ yoldan istifadə etsinlər. İran üzərindən gətirən vətəndaşlarımız alternativ olaraq Qaradəniz sahillərinə, Gürcüstan limanlarına gətirə bilərlər avtomobili. Ondan sonra isə həmin maşınları avtonəqliyyat vasitələri ilə quru sərhədlə bizim ölkəmizə keçirmək mümkündür. Bir müddət əvvəl avtomobil sifariş etmiş şəxslər gecikmədən və hətta daşınma zamanı avtomobilə zərər dəyə biləcəyindən narahatdılar. Bəs konfliktli ərazidə avtomobilə zərər dəyərsə, dəymiş ziyanı kim ödəyəcək? Avtomobil sifariş olunan zaman bu avtomobillər sığortalanır. Ola bilər ki, hansısa səhlənkarlıq nəticəsində bu sığortalanma olmasın. Əgər sığortalanma olmayıbsa, yoxdursa, təbii ki, burada cavabdeh şəxsi tapmaq bir qədər çətin olacaq və bu force majeure kimi qiymətləndirilə bilər hətta. Ona görə də bizim tövsiyəmiz ondan ibarətdir ki, sifariş etdikləri avtomobilləri mütləq onların sığortalanmasını həyata keçirsinlər. Ekspert onu da əlavə etdi ki, əgər münaqişə davamlı xarakter alsa, bu avtomobil qiymətlərinə də təsir edə bilər. Ramal Abdullayev, Samir Qasımov, Xəzər xəbər.